Britaniya parlamentinin 22 deputatı BP'nin rəhbərini Professor Qubad İbadoğlu'nun işi ilə məşğul olmağa çağırdı. Böyük Britaniya parlamentinin 22 üzvü millət vəkilləri, yəni lordlar və baronessalar Professor Qubad İbadoğlu ilə bağlı BP idarə heyətinin sədri Helgi Lunda məktub göndərərək onu Doktor İbadoğlu'nun işi ilə məşğul olmağa çağırıblar. Məktubda deyilir ki, hörmətli cənab Lund, biz Doktor Qubad İbadoğlu'nun işini Azərbaycan hökuməti tərəfindən ona qarşı həyata keçirilən əsassız həbsi və insan haqları pozuntularını gündəmə gətirmək üçün sizə yazan və baş verənlərdən narahat olan Böyük Britaniya parlamentariləriyik. 23 iyul 2023-cü ildə London İqtisadiyyat Məktəbinin tanınmış akademiki və korrupsiyaya qarşı mübarizə aparan Doktor Qubad İbadoğlu Bakıda avtomobilindən uğurlanaraq uydurma ittihamlarla həbs edilib. Hücum zamanı onun həyat yoldaşı fiziki xəsarət alıb və yaralanıb. Doktor İbadoğlu'nun özü o vaxtdan qeyri-müəyyən şəraitdə saxlanılır, davamlı olaraq təxirə salınan məhkəmələrini gözləyir. Bu çətin vəziyyətdə saxlanılarkən ona əsaslı tibbi müalicə imkanı yaradılmayıb, şəkərli diabet və ürək xəstəliklərindən əziyyət çəkən İbadoğlu'na laqeyd münasibət hər an ölümcül risklər yaradır. Biz aşağıda imza edən parlamentarilər sizə ona görə yazdırıq ki, BP Azərbaycanda Böyük Britaniyanın heç bir qurumu ilə müqayisə olunmayan səviyyədə gücə malikdir və bu güc açıq aydın korporativ sosial məsuliyyəti zəruri edir. BP uzun müddətdir ki, Azərbaycanın ən böyük birbaşa xarici investorudur və biz başa düşürük ki, şirkət 2050-ci ilə qədər Azərbaycanda yeni hasilat yataqlarının kəşfiyyatına əlavə 11 milyard dollar sərmayə qoymağı planlaşdırır. 2024-cü ilin sentyabrında keçirilən Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş mərasimdə BP yenidən Azərbaycan hökuməti ilə uzun müddətli tərəfdaşlığa söz verib. Bilirik ki, siz şəxsən bu mərasimdə iştirak etmişsiniz. BP'nin Azərbaycanda əhəmiyyətli təsiri 10 illiklər boyu apardığı düşünülmüş investisiyalardan, eləcə də Azərbaycanın indiki formada mövcudluğu ilk gündən etibarən Böyük Britaniya hökumətinin qətiyyətli dəstəyindən qaynaqlanır. Buna görə də sizi unikal nüfuzunuzdan istifadə edərək Doktor İbadoğlu'nun işi kimi insan haqları pozuntularını Azərbaycan hökuməti qarşısında qaldırmağa çağırırıq. Doktor İbadoğlu ev dustaqlığından azad edilməli və müalicə almaq üçün Azərbaycandan çıxmasına icazə verilməlidir. Doktor İbadoğlu'nun sağlamlıq vəziyyətini nəzərə alaraq sizi təcili tədbir görməyə çağırırıq. Çünki hər hansı gecikmə faciəvi nəticələrə səbəb ola bilər. Hərəkətə keçmənizə əlavə bir təşviq kimi onu da qeyd etmək istərdik ki, Doktor İbadoğlu BP'nin Azərbaycandakı nüfuzlu mövqeyə çatmasında mühüm rol oynayıb. O, 12 il ərzində mədən sənayesində şəffaflıq təşəbbüsü çərçivəsində BP ilə sıx əməkdaşlıq edib. Bu müddət ərzində o, Azərbaycanın mədən sənayesində korrupsiya risklərini azaltmağa çalışıb ki, bu da BP'nin uzun müddətli mənfəətini artırmağa kömək edir. O, BP əməkdaşları üçün ailə büdcəsi ilə bağlı seminarlar keçirib və 9 il ərzində BP'nin davamlı inkişaf hesabatlarının təqdimatlarında iştirak edib. Bundan əlavə 2013-2019-cu illərdə 6 il ərzində mədən sənayesində şəffaflıq təşəbbüsü beynəlxalq idarə heyətində vətəndaş cəmiyyətinin təmsilçisi kimi fəaliyyət göstərib. Bu işdə addım atmaq üçün etik, siyasi və korporativ səbəblər tam aydındır. Sizinlə bu məsələləri daha ətraflı müzakirə etməkdən və ya əlavə məlumat təqdim etməkdən məmnun olarıq. Sizin cavabınızı gözləyirik. Hörmətlə millət vəkillərinin, lordların və baronessaların tam siyahısı əlavə olunub məktuba.